İlahi, sən desən ki, mən sənin bu bir aylıq orucunu qəbul eləmirəm, haqqım var. Bu oruc ki, mən tutmuşdum, onun qəbul olmağa ləyaqəti yox. Sən desən, bu aydakı ibadətləri qəbul eləmirəm. Doğrudan da valla səmimi deyirəm, nə oruc idi ki, mənim tutduğum oruc? Nə namaz idi mənim qıldığım namaz? Həqiqətən insafla danışaq da, nə oruc idi və nə namaz idi bu? Sən bunları qəbul eləməsən, haqqın var. Deyəsən ki, bu nə orucdur mənə versən, bu nə namazdır mənə versən. Haqqın var, amma mənim həsrət çəkən sınıq bir qəlbim var ki, özüm buyurmuşsan ki, mən sınan qəlblərin müştərisiyəm. Bəli, mənim əməlim yoxdur, amma mənim göz yaşım var. Mənim gözümdən yaş axır, mənim ürəyimdə qəm var, həsrət var. Mən yaxşı adam ola bilmədim, amma özün şahidsən ki, mənim ürəyimdə yaxşı olmaq həsrəti ki var. Və bu həsrətə sən dəyər versin. Mən real heç nə gətirməmişəm, amma mən arzu gətirmişəm və arzuya sən çox şey verirsən.